Salam hörmətli müəllimlər. Bugünkü dərsimiz atletika mövzusu olacaq. Atletika idmanın şahı da hesab olunur. Atletika sözünün mənası. Atletika Yunanca mübarizə hərəkət deməkdir. Atletika idmanın ən qədim və geniş yayılmış növü hesab edilir. Atletika şərti olaraq iki yerə bölünür ki, yüngül atletika və ağır atletika. Yüngül atletikaya daxil olanlar bu təqdimatın əsas mövzusu hesab olunacaq ki, bu danışacaqlarımız yüngül atletika ilə bağlıdır. Ağır atletika isə ağırlıq qaldırma, güləş boks və sair idman növlərini əhatə edir. Atletikanın tarixini nəzərə yetirsək, atletikanın yaranma tarixi, inkişaf tarixi eradan əvvəl 776-cı ilə təsadüf edir. Qədim olimpiya oyunlarının yaranması ilə eyni tarixə təsadüf edir ki, burada qaçış, tullanma, disk atma və sair növləri əhatə edirdi. Müasir atletikanın inkişafı isə 1896-cı ildən. Müasir olimpiya oyunlarının bərpası ilə müasir atletikanın inkişafı da başlamışdır. Proqrama yalnız kişilər daxil olunub, 100 metr qaçış, 400 metr qaçış, 800 metr qaçış və sair növləri əhatə edir. Beynəlxalq Atletika Federasiyası 1912-ci ildə Sveçrənin Stockholm şəhərində yaradılmışdı. 1983-cü ildə ilk dəfə üst açıq stadionlarda dünya çempionatı təşkil edilmişdi. 1985-ci ildə ilk dəfə qapalı stadionlarda dünya çempionatı təşkil olundu. Azərbaycan atletikanın inkişafına, yaranma tarixinə baxaq. Azərbaycan atletikanın inkişafı 1923-cü ildə Azərbaycan Atletika Federasiyası yaradıldı. 1992-ci ildə Azərbaycan müstəqilliyindən sonra Azərbaycan Atletika Federasiyası yenidən təsis olundu və Beynəlxalq Atletika Federasiyasına üzv olundu. 1993-cü ildə isə Sevillada keçirilən konqresdə Azərbaycan Atletika Federasiyası Beynəlxalq Atletika Federasiyasının tam hüquqlu üzv kimi təsdiqləndi. 2019-cu ildə isə Avropa Atletika Federasiyası Asosiasiyasına üzvlüyünə qəbul olundu. 1993-cü ildən etibarən Azərbaycan Atletika Federasiyasının idman idarə olunmasında müstəqil orqan kimi fəaliyyətə başlamışdır. Azərbaycan Atletika Federasiyası prezidenti də Cavid Qurbanovdur. Atletika 5 bölmədən ibarət. Hansılardır bölmələr? Qaçış, tullanmalar, atmalar, idman yerişi və çox növçülük. Paris 2024-cü il Olimpiya oyunlarını nəzərə alaraq proqrama Paris 2024-cü ildə keçirilən Olimpiya oyunlarına 48 növ daxil olunub. 23 kişi, 23 qadın və 2 qarışıq növ daxil olunub. Olimpiya proqramına Paris 2024-də hansı növlər daxil olunub? Bir onları nəzərə yetirək. 100 metr qaçış, 200 metr qaçış, 400 metr qaçış, 100-110 metr səllərlə qaçış, 400 metr səllərlə qaçış, 800 metr qaçış, 1500 metr qaçış, 5000 metr qaçış, 10000 metr qaçış, 3000 metr maniyələrlə qaçışdır. 4 vurulsun 100 estafet qaçışı, 4 vurulsun 400 estafet qaçışı, 4 vurulsun 400 qarışıq mikser estafeti. 2 marafonu, qadın marafonu, 20 km idman yürüyüşü, sonra tullanmalar, uzunluğa tullanma, 3 stəkanla tullanma, hündürlüyə tullanma, şövlə tullanma, atmalardan yadron atılması, diskin atılması, çəkic və nizənin atılması. Çox növçülük, dektatlon kişilərin 10 növçülüyü, heptatlon isə qadınların 7 növçülüyü. Bir də komandalı qarışıq idman yerişi. İndi bu gün danışacaqlarımız idman yerişi haqqındadır ki, idman yerişi haqqında sizə məlumat verək. İdman yerişi, yerişin bir neçə növü vardır. Adi yeriş, sıravi yeriş. Yarışlarda idman yerişinə istifadə olunur ki, idman yerişi, adi yerişlər nəyinə görə fərqlənir? Sürətli və səmərəli olmasından idman yerişi adi yerişdən fərqlənir. Adi yeriş bizim çıxıb küçədə, parkda gəzdiyimiz yerişdir. İdman yerişi ancaq burada müəyyən qaydalar var. Sürətli olmalıdır, səmərəli olmalıdır. Buna görə fərqlənir. İdman yerişi 3 kilometrdən tutmuş 50 kilometrə qədər növləri var. Stadionlarda və şose yollarında, yəni avtomobil yollarında keçirilir. İdman yerişi məqsəd
müəyyən məsafəni yarış qaydalarına əməl etməklə, yəni müəyyən məsafələr var, 3 kilometrdən 50 kilometrə qədər məsafələr var ki, müəyyən məsafəni yarış qaydalarına əməl etməklə mümkün qədər sürətli keçməkdir. Bu həm dözümlülük, həm də ciddi nizam-intizam tələb edir. Bəli, idman yerişi dözümlülük qabiliyyətimizi inkişaf etdirəcək ki, burada həm dözümlülük var, həm də yarış qaydalarına əməl etmək var ki, ciddi nizam-intizam tələb edir. İdman yerişində vaxt və texnika nəzərə alınır. Vaxt texnika nəzərə alınacaq. İlk öncə daban yerə qoyulmalıdır və dizdən qırılmalıdır. İdman yerişin 2 qızıl qaydası var ki, hansılardır? Yer ilə təmasın qorunması və ayağın düz vəziyyəti. Hər bir an idmançı ən azı bir ayağı yerə toxunmalıdır. Yəni ayaq havadaykən hər iki ayaq. Burada gördüyümüz kimi şəkildə idmançının 2 ayağı da yerdədir. Yəni minimum bir ayağı yerdə ola bilər idmançının. Hər iki ayaq idmançının havada olması bir növ qaçış hərəkəti sayılır. Uçuş fazası sayılır. Bu da təbii ki, qayda pozuntusu sayılacaq. Əvvəlcə ayağın tabanı, sonra isə pəncənin ucu yerə basılır. Bir də təkrar. İdmançının ən az bir ayağı yerə toxunmalıdır. Hər iki ayaq eyni anda yerdən azad oluna bilməz. Eyni anda yerdən azad olunarsa bu qaçış fazası sayılacaq və qayda pozuntusu hesab olunacaq. Əvvəlcə ayağın tabanı, sonra isə pəncənin ucu yerə basılır. Ayağın düz vəziyyətinə baxaq. Önə çıxan ayaq yerə dəyən andan bədənin çəkisinin çəkdiyi ana qədər dizdən tam açıq olmalıdır. Bəli, ayaq dizin bükülməsi qadağandır. Tam açıq olmalıdır, yəni dizin bükülməsi qadağandır. Addım atırsan, önə çəkdiyin ana qədər bir növ ayağın dizdən tam açıq olmalıdır. Dizin bükülməsi qadağandır idman yerişində. Hakim nəzarətinə baxaq, sarı və qırmızı kartları nəzərə yetirək. Hakim yeriş qaydalarına vizual, yəni gözlə nəzarət edirlər. Hakim idmançılara sarı və qırmızı kartlar göstərir ki, sarı kart nədir? Yəni xəbərdarlıq kimi bir növ dəyərləndirilir. İdmançıya sarı kart verilir, amma yarış davam edir. Necə verilir sarı kartlar? Onların izahına verək. 2 dənə sarı kartdan istifadə olunur ki, burada. Deməli, bir dizin bükülməsinə görə, bir də ki, ayağın yerdən azad olunmasına görə. İdmançı hakim vizual nəzarət edir ki, idmançı dəfələrlə ayağın yerdən azad eləyir və idmançıya sarı kart göstərir hakim. Sarı kart göstərir və yarış davam edir. İkinci səfər eyni qayda pozuntusunu idmançı edərsə əgər, eyni qayda pozuntusu, yəni ikinci səfərdə ayağını yerdən azad edərsə, hər iki ayağını yerdən azad edərsə, onda hakim sarı kart deyil, artıq qırmızı kart göstərəcək. Eynən dizin bükülməsi. Hakim görür ki, idmançı geriş qaydalarını dizin bükür, ona sarı kart, xəbərdarlıq göstərir. Ancaq yarış davam edir. İkinci səfərdə eyni qayda pozuntusunu idmançı edərsə, ayağın dizi bükərsə idmançı, artıq hakim ona sarı kart yox, qırmızı kart göstərəcək. Qırmızı kartı nəzərə yetirək. Hakim idmançıya yalnız bir dəfə sarı kart göstərir, yəni xəbərdarlıqdır bu. İkinci səfər eyni qayda pozuntusunu müşahidə edərsə, yəni bayaq qeyd etdiyim kimi, mən bir dəfə ayağımı yerdən azad etdim, 2 ayağımı yerdən azad etdim, hakim mənə sarı kart göstərilir. İkinci səfərdə ayağımı yerdən azad etsəm əgər, hakim mənə sarı kart yox, qırmızı kart göstərəcək. Yəni ayağımı yerdən azad edə bilərsən. Elə yerdən azad etməlisən ki, bu hiss olunmamalıdır. Yəni hakimlər şübhələnməməlidir səndən ki, sənin ayağın yerdən azad olunub. Ancaq hiss etsələr hakimlər ki, sənin ayağın yerdən azad olunub, sarı kart, ikinci səfər eyni qayda pozuntusunu edərsən artıq, qırmızı kart hakim sənə göstərəcək. Diskvalifikasiya nəzər yetirək. Burada nədir? Bir idmançı 3 fərqli hakim tərəfindən qırmızı kart alarsa, yəni 3 fərqli hakim tərəfindən qırmızı kart alarsa, yarışdan uzaqlaşdırılır və ya cəza zonası tətbiq edilmiş yarışlarda məsafədən asılı olaraq müəyyən vaxtı cəza zonasına gözləyir. 3 qırmızı kart ya yarışdan kənarlaşdırılmadır, ya da cəza zonasında gözləməkdir. İndi bunları nəzərə yetirəcəyik. Cəza zonasına.
Cəza zonasına baxaq. Cəza zonası penalti zona da adlanır. Bəzi yarışlarda 3 qırmızı kartdan sonra dərhal diskvalifikasiya əvəzinə idmançı cəza zonasına göndərilir. Yəni idmançı 3 qırmızı kart alıbsa, cəza zonası tətbiq edilən yarışlar varsa əgər, idmançı gedir müəyyən vaxtı cəza zonasına gözləyir. Məsafədən asılı olaraq bu vaxtlar dəyişir. İdmançı məsafədən asılı olaraq müəyyən müddət gözlədikdən sonra yarışa qayıda bilər. Yəni müəyyən müddət. Yarış 5 kilometr məsafədə keçirilirsə 30 saniyə, 10 kilometr məsafə isə 1 dəqiqə, 20 kilometr isə 2 dəqiqə, 35 kilometr isə 3 dəqiqə yarım, 50 kilometr isə 5 dəqiqə. Yəni yarışın məsafəsi 5 kilometrdir. İdmançı gelib 3 qırmızı kartdan sonra 30 saniyə cəza zonasında gözləyir. Burada bir şeylə xatırlatma edim sizə. Deməli, cəza zonası tətbiq olunur burada. Cəza zonası tətbiq olunur burada. Yəni burada məsafə hər 5 kilometrə görə, idmançı 30 saniyə cəza zonasında gözləyəcək. Yarış misal üçün 5 kilometr təşkil olunubsa, 5 kilometr idman yerişi isə, idmançı 3 qırmızı kart alıbsa, gəlib cəza zonasında 30 saniyə gözləyir. Bu bir növ idmançıya verilən cəzadır. Yəni 30 saniyə idmançı dal düşür. 10 kilometr isə gəlir burada 1 dəqiqə gözləyir. Yəni bu da idmançıya verilən bir cəzadır. Burada bir məsələ də var ki, bu bizim cəza zonamızdır. Bu da bizim finish xəttimizdir. Burada bir məqam da var ki, cəza zonası tətbiq olunmuş yarışlardan söhbət gedir ki, idmançı gəlir cəza zonasını keçəndən sonra, artıq burada cəza zonası yoxdur. İdmançı finişə yaxınlaşır. Cəza zonası yoxdur. Cəza zonasını keçəndən sonra müəyyən bir finişlə cəza zonası arasında müəyyən bir yerdə 3-cü qırmızı kart alır. Məsəl üçün burada 3-cü qırmızı kart aldı. İdmançı daha qayıdıb burada cəza zonasına qayıdıb. Burada gözləmir ki, misal 1 dəqiqə 30 saniyə qayıdıb burada gözləmir. İdmançı qaydanı pozdu axı. 3-cü qırmızı kart aldı. Yarışı bitirir, finiş xəttini keçir və vaxtın üstünə əlavə vaxt gəlir. Yəni daha qayıdıb cəza zonasında gözləmir burada. İdmançı cəza zonasını keçəndən sonra idmançı qaydanı pozdu. 3-cü qırmızı kartı aldı və finiş xəttini keçir və vaxtın üstünə əlavə vaxt gəlir. Necə olur? Misal üçün yarış 5 kilometr isə idmançı yeriyibsə, misal üçün 15 dəqiqəyə, onun vaxtının üstə 30 saniyə gəlir ki, 15 dəqiqə 30 saniyə idmançı satdı finişə. Fərqi yoxdur. Cəza zonasına gözlədi və yaxud da finiş xəttini keçsi eyni anlama gəlir burada. Yəni cəza zonasını keçib sonra qaydanı pozduğuna görə keçir finiş xəttini keçir və vaxtın üstünə əlavə vaxt gəlir. 5 kilometr isə 30 saniyə, 10 kilometr isə 1 dəqiqə, 20 kilometr isə 2 dəqiqə vaxtın üstünə əlavə vaxt gəlir. İdmançı cəza zonası keçdikdən sonra 3-cü qırmızı kart alarsa yarış davam edir, finiş xəttini keçir və vaxtın üstünə məsafədən asılı olaraq əlavə vaxt gəlir. 4-cü qırmızı kart alarsa dərhal diskvalifikasiya edilir. Yəni idmançı cəza zonası tətbiq edilmiş yarışlarda 4-cü qırmızı kartı alarsa əgər yarışdan uzaqlaşdırılacaq. Cəza zonası tətbiq edilməyən yarışlarda isə 3 qırmızı kartdan sonra idmançı yarışdan uzaqlaşdırılacaq. Cəza zonası varsa 4 qırmızı kartdır, yarışdan uzaqlaşdırılır. Cəza zonası yoxdursa 3 qırmızı kartdan sonra idmançı yarışdan uzaqlaşdırılacaq. İdman yerişə su və qida məntəqələri də var ki, uzun məsafəli yarışlar zamanı idmançıların performansı üçün su və qida qəbulu həyati əhəmiyyət kəsb edir. Yəni, bəli uzun məsafələr sahədə idman yerişi dözümlülük qabiliyyətimizi inkişaf etdirir ki, bizim burada su və qida qəbulu əhəmiyyətli rol oynayır ki, təşkilatçılar tərəfindən hər 2-3 kilometrdən bir qurulan xüsusi məntəqələrdə idmançılar su və qidalar qəbul edə bilərlər. İdman yerişi haqqında bu qədər hörmətli müəllimlər, növbəti dərslərdə görüşərik. Sağ olun.